Hər vaxtınız xeyir dostlar. Hazırda Ağstafa rayonundayıq, Ceyrançöl bölgəsində. Qazaxdan 50 kilometr məsafə qət edib, təxminən saat yarımdır vaxta qıyıb biz Ceyrançölünə gəlmişik. Məqsədimiz heç də Ceyrançölündə heyvandarlıq və maldarlığın vəziyyəti ilə maraqlanmaq, bununla bağlı bir sujet hazırlamaq deyil. Məqsədimiz Qərb Xəbər çəkiliş qrupuna, ekibimizə belə bir informasiya daxil oldu ki, Ceyrançölün düzlərində arıçılıq təsərrüfatı var və biz bu təsərrüfatın bu Ceyrançöldə nə iş gördüyünlə bağlı gəlib maraqlanmaq istədik ki, acaba arıçılıq hara, Ceyrançöl hara? Və bu təsərrüfatın sahibi arıçı, İllərin arıçısı, təcrübəli arıçı İbrahim Qurbanlı mənim yanımdadır. Salamlayıram. Xoş gördük, xoş gəlibsiniz. Çox sağ olun və biz burada bu təsərrüfatın məqsədi nədir? Niyə buradasınız və bax, nə etmək istəyirsiniz burada? Yəni, buranın təbiəti olaraq o qədər arıçılıq üçün zəngin bir yer deyil və mənim üçün maraqlıdır. Siz burada nə etmək istəyirsiniz və bu arı ailələri kiçik-kiçikdir. Yəqin ki, burada da bir məqsəd var. Nələr eləmək istəyirsiniz, məqsəd nədir? Niyə gəlmişsiniz bura? Düzü, arıçılıqda olan nöqsanlarımızın məhsuldarlığın aşağı olmasının səbəblərini araşdıra gəlib mən bu Ceyrançölə çıxmışam. Yəni, hər kəsə, bütün Azərbaycan arıçısının hamısına məlumdur ki, biz ən yüksək halda 10-12 kilogram bir yeşikdən bal götürə bilirik. Amma Amerikada, Avropada 250 kilo, 300 kilo bal götürə bilirlər. Mən bunları araşdırdım. Məlum oldu ki, bizim yetiştirdiyimiz analar keyfiyyətli analar deyil. Yəni, bizim işlətdiyimiz, istifadə elədiyimiz analar, yerli arılarımız cırraşıbdır. Ana da yetişdirəndə biz onu sərbəst uçuş mayalanmasına göndəririk, saf anadan olsa belə, yetişdirsək belə. Və o da gedir, çöldə kör təbii olaraq mayalanıb gəlir və yarımçıq məhsul verir, yəni az məhsul verir. Və sonraki araşdırmalarım onu göstərdi ki, mütləq saf analardan yetişdirilən yeni analar, F1 saf analar izalə bölgələrdə yetişdirilməlidir. Mən də izalə bölgə dalıca buraya gəldim, çatdım, gördüm ki, bura izalə bölgə kimi yararlıdır. Ona görə arılarımı gətirmişəm burada, saf xəttlərlə çütləşdirmişəm, yeni xəttiyar almışam. Yeni seleksiya eləmə işlərim var, fikirlərim var, bu işlərlə məşğulam. Deməli, belədir, izalə bölgə haqqında danışayım. İzalə bölgə nə deməkdir? İzalə bölgə yaxın ətrafında ən azı 10 kilometr radiusunda heç bir yaşayış məntəqəsi olmamalıdır. Yəni, orada istər vətəndaşların saxladığı arılar, istər yabanı arılar, qayalarda, ağaçlarda, ağac köküşlərində yaşayan arılar olmamalıdır. Yəni orada sənin apardığın saf xəttdən yetişdirdiyin analar özün seçdiyin damazlıq erkəklərlə çütləşməlidir. İndi göstərəcəm burada həmin bax o seçilmiş erkəklər, bəslənmə qaydası filanı görəcəksiniz. Yəni burada mən bunu 3 il araşdırdım. Ən azı 3 il, bəlkə də çox. Yəni gəldim, getdim, gətirdim buraya mayalanmamış analar gizlədim kolluqlara. Bir aydan sonra gəldim, götürdüm, apardım, gördüm ki, mayalanmayıbdır. Yəni burada heç bir erkək arı tapmadı analar. Ümumiyyətlə bura arıların yaşaması üçün burada heç bir mühit yoxdur. Bircə yalnız bu qayalıqlarda, bu dağlarda qaratikan kolları var. Bunlar da çiçəyini bitirəndən sonra burada arı nə qədər çox məhsul gətirmiş olsa belə o biri ilə yaşamaq şansı yoxdur. Çünki burada nə su var, nə başqa yem var. Bura ümumiyyətlə bitki örtüyü çox kasıb olan, çox zəif olan bir yerdir. Baxın, üzərlikdən və qaratikandan başqa heç nə yoxdur. Mən də bunu araşdırdım. Arıçılıq elmi mərkəzlərinin göstərişlərinə əsasən 3 yeri arıçılıq üçün izalə bölgə kimi qəbul ediblər. Biri dənizlərdə olan adalardır. İkincisi yüksək dağ zirvələridir. Və üçüncüsü də elə bura kimi səhralıq ərazilərdə. Və çox araşdırdım, gördüm ki, dəqiqləşdirdim ki, bura izalə bölgə kimi yararlıdır və
gözümün altına aldım bu narahat yolları, bu uzun çətin günləri yolları və ağrılarımı gətirdim. Şükür Allaha yaxşı nəticə almışam hələlik. Birinci partiya mayalanda apardım ağrılarımı. Belə, bu qədər. Bu əziyyəti çəkməkdə məqsədiniz nədir? Yəni bir arıçı kimi hədəfiniz nədir ki, nədən ibarətdir bu əziyyətin mahiyyəti ki, hansı anaları, hansı sortlardan yetişdirib yerli şəraitə uyğunlaşdırmaq istəyirsiniz yəni? Ana hansı xətti, ata hansı xətti? Deyim. Mən arılardan hamı kimi həm bal götürürəm, həm də süd götürürəm. Süd götürmək, yəni hamımıza məlumdur ki, Çində deyilənə görə bir ailədən 8 kilogram süd götürürlər. Yaponiyada 3 kilograma qədər götürürlər. Amma biz bir ailədən 250 qramdan o tərəfə keçə bilmirik. Niyə? Bunları araşdırdım. Araşdırdıqca məlum oldu ki, həm Çində, həm Yaponiyada və bütün dünyanın hər yerində ən çox süd verən arı irqi İtalyan arılarıdır. Ondan sonra Bakfast arılarıdır. Bakfastlardır. Mən də belə qərara gəldim ki, mən də əgər bu xəttin, bu irqlərin ikisi də yüksək süd verimlidirsə də, mən elə bunlardan F1 yeni bir xətti alım. Deməli, mən buraya gətirdim İtalyan anaları, bir də Almaniyalı seleksiyasının Ralf Kolbe'nin Bakfast xəttinindən yetişdirdiyim erkəklərlə burada İtalyan arılarını yetişdirdim. Bunlardan mən indi aldım. Bu hər iki saf xəttdən mən buradan bir dənə F1 aldım. İndi bunların süd vermə imkanları daha yüksək olmalıdır. Olacaqdır da. Keçən ilki adicə sərbəst uçuş mayalanmasında əldə elədiyimiz süd artımından burada mütləq artıq olacaq. Çünki iki saf xəttin birləşməsindən əmələ gəldi. Və bundan başqa mən burada nə elədim? Mən burada Lemşev Ukraynalı arıçı seleksiyası, onun yetişdirdiyi Bakfast xəttindən Ralf Kolbe'nin xəttinin erkəyindən yetişdirmədən mən burada artıq yeni bir Bakfast xətti aldım. Adını da İG59 qoydum. Yəni İbrahim Qurbanlı, 59 da mənim doğum tariximdir. Əslində bir IQ 59-dur da. Hə, elə deyə bilərsiniz, amma bir zehin məhsuldur. Siz onu elə deyə bilərsiniz, amma mən İG kimi oxuyuram. Hə, bu yəni yeni bir xətt aldım. İnşallah gələn bu saf xəttdən, saf Bakfastdan gələn il yetişdirəcəyim daha böyük ana yetişdirməni daha çox erkəklərlə təmin edəcəm. Məsələn, bu il mən buraya 100 arı üçün təxminən 13-15 min erkək arı yetişdirib gətirdim. Amma gələn il, məsələn, 100 ana olmayacaq, daha çox olacaq və 10 minlərlə erkək arı olacaq burada. İndi bir şey deyim sizə. Bu məqamda mənim ağlıma bir fikir gəldi və yeri gəlmişkən onu sizdən soruşum. Bu il, məsələn, aldığınız Bakfastın bir xəttindən İtalyan analarının IQ 59 ya IG 59 bir xəttini alırsınız. Gələn il bu IG 59 analarından götürdünüz. Onları növbəti dəfə hansı erkək xəttindən cütləşdirirsiniz? Hə. Burada özünlə mi cütləşdirirsiniz, yoxsa başqa bir şeydən? Burada qan qohumluğu olmamaq üçün. Çünki bu periodik Bəli. Burada həm Kolbe, həm Lemşev xəttinin birləşməsidir. Bunlardan mən ya ana almalıyam, yeni yaratdığım xəttdən IG59-un, ya ana yarada bilərəm, ya erkəklər yetişdirə bilərəm. Amma mütləq burada qan qohumluğu olmaması üçün mən buraya yeni bir Bakfast xətti gətirəcəm. Mütləq mən hər halda gələn il burada ana xəttini, öz adımla bağlı olduğu üçün ana xəttini bundan götürəcəm, amma erkəyi başqasından əldə edəcəm. Yəni dəyişmələr olur. Seleksiya qanunlarının mütləq tələbləri. Bəli. Mütləq burada çarpaz mayalandırmalar olur ki, bunları seleksiya şərtlərinə uyğun şəkildə bunları təşkil edəcəm. İbrahim bəy, neçə vaxtdır buradasınız? Artıq bir aya yaxın olur. Niyə soruşuram bunu?
artıq yəni mayalanmış yeni sort analarınız çıxıbmı? Bəli, bəli. Və onların nəticələr, məsəl üçün qurd qoymada, sürfə vermədə, lavralarda Bəli. o bir hansısa bir fərq görürsünüzmü? Bunların hələ onu deyim ki, bu anaların, bu İtalyan Ailələrə köçürülübmü yəni bunu soruşmaq? Yox, hələ yox. İtalyan anaların, eləcə də Bakfastın anaların sərbəst uçuş mayalanmasında əmələ gələnlərin çox sürətli inkişafı var. Çox sürətli inkişafı var. Məsələn, İtalyan anaların çox qeyri-adi dərəcədə çiçək tozu daşıması var. Yeri gəlmişkən onu deyim ki, mən çiçək tozu da haqqında da çox şeylər oxuyuruq. Oxuyurdum ki, eşidirəm ki, Əlcəzairdə bir ailədən, bir arı ailəsindən 40 kiloqramdan çox çiçək tozu götürürlər. Amma biz 400 qram, 500 qram götürürük. Amma çox təsadüfdən mənim əlimə keçən ilki İtalyanlardan çox güclü polen gətirənləri çıxdı. İndi mən artıq məşğul oldum. Mən artıq sürfə köçürmüşəm bunlardan, bunların ən yaxşılarından. Mən indi bunları həm Bakfastların erkəklərindən, həm də İtalyan erkəklərindən bunlarda iki yönlü çarpazlaşma yaparacağım, seleksiya yaparacağım. Bunları mayalandıracağım. Və bunların gələn il, ondan sonra o bir il, 4-5 ilə bunların ən məhsuldar olanından yeni bir polensiz analar xətti yaradacağım. Amma yəni mən buna nail oldum. İndi elə mən bunların peşindəyəm, bunların dalındayım ki, bunları elim. Yəni vətənimə, millətimə nə xeyrim dəyər da. İndi bir şey soruşum, yəni ağlıma gəldi. Məsəl üçün heyvandarlıqda belə bir şey var da, terminologiya var, ayırma var, təsnifat var. Cinsləri deyirlər ətlik cins, südlük cins, Bəli. bir də var ətlik, südlük belə cinslər. İndi məsəl üçün siz burada arı cinslərini təsnif edirsiniz, anaları da. Məsələn deyirsiniz polen gətirən, Bəli. süd verən və yaxud da qurd qoyan, artım olan, bal gətirən. Bunlar fərqli mi olacaq, yoxsa məqsəd bunları yəni bir yerdə cəmləşdirmək, ümumi məhsuldarlığa mı xidmət eləməkdir? Seleksiya qaydaları belədir. Hökmən bütün o müsbət cəhətlərin hamısını bir anada cəmləşdirməlisən. İllər uzunu. Onları seleksiya eləyə, başqalarını kütləşdirə, bunları hamısını, bütün o üstünlükləri bir anada cəmləşdirmək lazım gəlir. Məsələn, seleksiya olunmuş arı, keyfiyyətli arı, ana arı, o deməkdir ki, sakit olmalıdır. Adam sancan olmamalıdır, agresiv olmamalıdır, məhsuldar olmalıdır, bal çox gətirməlidir, çiçək tozu çox gətirməlidir, beçə verməyə meyilli olmamalıdır. Və o cümlədən ata xəttə, ana xəttə saf irqdən olduğu üçün həm də xəstəliklərə davamlı olmalıdır. Buna deyirlər gigiyena üstünlüyü. Yəni arının gigiyenik üstünlüyü. Arılar özlərini sağlamlaşdıra bilirlər. Xəstəliklərə qarşı davamlı olduqları üçün həm də özlərinin üzərlərinin gənə var, o gənəsini də təmizləmək halları var. Yəni mənim də məqsədim odur ki, yetişdirdiyim analarda bir neçə analar ki, deyirəm bu keçən ilki İtalyan arısından sürfələr köçürmüşəm. Gələn ildə onların içində həmən o ana statusunu qazananları, onlarla da, onların balalarıyla filanla belə yeni nəsil bütün üstün cəhətləri bir-birinə toplayana qədər işləyəcəm üstündə. Doktor, inşallah bax bu neçə il gedəcək? Məsəl üçün birinci tutalım süd verən analar birinci il onu elədi, sonra o çiçəyə üstünlük verdi, sonra məhsuldarlıq, bal. Bunlar ümumiyyətlə bütün hamısını dediyimiz özəllikləri bir nöqtədə, bir anada, bir nəsildə birləşdirmək üçün neçə il vaxt lazımdır? Mənim aldığım Məlumatlarınız mənim aldığım məlumatlara görə, mənim informasiyalarıma görə seleksiya mütəxəssislərinin verdiyi məsləhətlərə görə buna bir 4-5 il vaxt lazımdır. 4-5 il vaxt lazımdır. Bir də ki, burada əsas biraz əzmkarlıq lazımdır, biraz iradə lazımdır, dözüm lazımdır. Biraz burada qazanmaya da bilərsən. Məsələn, mən indi buraya 100 arı gətirmişəm, bir belə yol gətirib gəlmişəm. Amma burada mənim əsas bir məqsədim, bir amalım var. Yəni, mən o hədəfə çatmağı düşünürüm. Eləcə də həmin o seleksiyada. Mənim qazancım əsas nə olacaq? Mən əgər bir 4-5 ilə həmən
xətti yarada biləcəmsə də, siz vətəndaşlarımız, arıçılarımız ondan fayda götürəcəksinizsə mənim qazancım olacaq. Allah dadıma bir savab yazacaq. Daha mənim qazanc maddiyyətdən çox savabın dalınca düşmək vaxtım deyilmi? Yaşım var xeyli. Hə? İnşallah doktor, Allah arzularınıza çatdırsın. Doğrudan da çox yaxşı təşəbbüsdür. İndi mən bir şey də mənim üçün maraqlıdır. Azərbaycan arıçılığında, ümumiyyətlə arıçılıq kitablarında, ədəbiyyatlarında adı keçir Qabaqtəpə sortu, adı keçir Boz Qafqaz sortu, Qonur Qafqaz da deyilir. Ümumiyyətlə Cənubi Qafqazda və Şimali Qafqazda bu sortlarımız olub. İndi bu Qafqaz adı gələndə arıçılar niyə qaçır bundan və yaxud da Qafqaz necə oldu ki, cırlaşdı? Bax, arıda olduğu kimi bizim çox yaxşı ətlik malqaramız da olubdur, qoyunlarımız da olubdur, keçilərimiz olub, çox süd veribdir. Onlar da vətəndaşlarımızın, fermerlərimizin gözündən düşüblər. Niyə? Çünki bütün heyvanlar, bütün canlılar seleksiya olunmalıdır. Onların genetikası saflaşdırılmalıdır. Amma bu işlər aparılmır. Sovet dövründə saflaşma iş aparılırdı. Yəni, Qabaqtəpə kəndində, Daşkəsəndə. Damazlıq təsərrüfatlar var. Bəli, damazlıq təsərrüfatlar var idi. Ona görə o arılar da məhsuldar idi. Artıq Sovet yoxdur, seleksiya iş aparılmır. Çox təəssüflər olsun. Ölkəmizdə seleksiya işindən heç xəbər ötər yoxdur. Bunu açıq demək lazımdır. Mənim işim, gücüm nədir? Mən arım, yaxşı arılar alaram, gedib mən balımı gətirib qazanıb ailəmi dolandıraram. Amma mən niyə həm də seleksiya işinə getməliyəm ki? Əslində sual yaranır. Olmadığı üçün elədim bunu. Ürəyimdən keçdi ki, mən bunu eləyim. İndi nə qədər nail olacaq, bunu Allah bilər. Amma əsas məsələ nədir? Yəni, bizim insanlarımız niyə o Qafqaz irqindən, Boz Qafqaz irqindən, belə deyim ki, irgəndə oysandı? Çünki məhsuldarlıq itibdir. Hamısı agresivləşib, papağı başından çıxarda bilmirsən. Amma bu arılara gecədə baxa bilirəm, yağışlı havada da baxa bilirəm. Çəkilişlərim var, baxa bilərsiniz orada. Hə, və məhsuldarlıq da yüksəkdir. Amma o Boz Qafqaz arılarının yanından keçmək mümkün deyil. Adamı sancır, məhsul da çox aşağı olur. Ona görə cəmaat ondan bezdir. Amma mənim əsas bir məqsədim var ki, bilmirəm, yəni mən bunu eləyə biləcəmmi? Mən bilmirəm, bunu insanlarımız bunu istəyirlərmi, arıçılarımız? Amma mənə elə gəlir ki, hökmən biz Boz Qafqaz arımızı ölkəmizə qaytarmalıyıq. Hökmən. Mən bu haqda düşünürəm, araşdırmışam. Amerikada bunu, məsələn, mən təsərrüfatlar tanıyıram, internetdən baxıram. Boz Qafqaz arısının 40-50 minlik ailələrdən ibarət olan sənaye arıçılıq təsərrüfatları var. Amerika. Bəli, Amerikada. O cümlədən Kanadada. Həmən o onlardan, məsələn, Polşada da var. Bax, məsələn, mən nəzərdə tuturam ki, indi imkan olarsa da, biraz dövlət də qayğı göstərərsə də, bir dəstək verərsə də, mən o Boz Qafqaz arılarını Amerikadan, Polşadan, ayrı-ayrı yerlərdən, o analardan gətirib, burada yetişdirib, arıçılarımıza paylayaram. Amerika niyə bunu işlədir, Boz Qafqazı? Biz bəyənmədiyimiz arı niyə Amerika işlədir? Niyə istifadə edir? Çünki onu seleksiya edirlər. Onlar ona çox böyük dəyər verirlər. Çünki bu Boz Qafqaz arısı dünyada xortumu ən uzun olan arı irqidir. Amma bizə yaramadı çünki seleksiya olunmubdu, cırlaşıbdı arı. Amma Amerikada, Avropada, Kanadada bu hələ də istifadə olunur. Və mən də fikirləşirəm ki, gələcəkdə inşallah imkan olarsa da, Allah qismət eləyərsə də, ömür olarsa da, mən ondan gətirib ölkəmizdə həmən o Boz Qafqaz arısını burada, bax beləcə, həmən o saflardan yeni analar yetişdirib arıçılarımıza paylayacağım, satacağım. Həkim bəy, bir dövlət orqanlarımızın adını çəkdiniz. İndi siz burada öz imkanlarınız daxilində bir damazlıq təsərrüfatı qurursunuz da. Və bunun üçün dövlət orqanlarımıza, aidiyyəti qurumlarımıza, deyək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə mi, Baytarlıq Xidmətinə mi bir müraciət etmək fikriniz varmı və yaxud da etmisinizmi? Sizcə bunu dəstəkləyərlərmi? Yəni, strateji cəhətdən bir yeni sort yetişdirilmək, bu Azərbaycanda bunu biz Almaniyadan deyək ki, arılar gətirdiririk, İtaliyadan arılar gətirdiririk. Olmazmı ki, dövlət buna yardım etsin, biz də xaricə ana sortları sataq?
Yəni belə bir müraciətiniz falan olubmu? Hələ müraciətim olmayıbdı. Mən bu il hələ bunu sınaqdan keçirdim. Bəli, eksperiment elədim ki, mən bunu burada əmələ gətirə bilərəmmi? Amma gətirildi. Çox çətinliklə oldu, bayaq dedim, təkrar eləmirəm. Çətinliklərə baxmayaraq nəticə oldu. Nəticə nə olmalıdır? Nəticə odur ki, burada yad arı yoxdur. Mənim gətirdiyim, yetişdirdiyim, seçdiyim damazlıq arılar burada artıq mayalandılar. Elə izale bölgə budur. Bundan ötürüdür. Və mən buna nail oldum. İndi bundan sonrası məsələsində qarşıma çıxan əslində burada çox böyük problemlər də var. O problemləri aşmaq üçün mən dövlət orqanlarına müraciət eləməli olacağım ki, burada bu ceyran çöldə, mənə yararlı yerlərdə izale bölgə kimi onu mənim adıma yəni yazılsın, rəsmiləşdirilsin. İzale bölgə kimi mən onu qeydiyyata aldıra bilim. Ki, mən burada sərbəst iş görə bilim. Amma indi dövlət nəyi istəyər, nəyi kömək edə bilər, mən onları bilə bilmərəm. Onlar kömək eləmək istəyəcəkdim, istəməyəcəkdim. Eləmək istəyəcəklər, canları sağ olsun. Elə özümüz üçün, yaxınlar üçün, dostlar üçün bir belə yetişdirsəm, köməyim dəysə bəsidir. Həkim, baxa bilərikmi arılarımıza? Hə, onlar nə olmuş? Bəli, baxa bilərik. Köməkliyim. Bu mənim nukleuslar görürsünüz həmişə, bax o tək-tək olan penoplast nukleuslar var. Müxtəlif nukleus formaları var. Mən də bunlardan istifadə edirəm. Mağazinlərdir, qoymuşam bura. 4 yerə bölmüşəm. Hərəsi ayrı-ayrı rənglərdə filan da. 14-lüklərdir də. Bəli, 14-lük mağazinlərdir. Budur. Arı Qaratkəndən gətiribdir. Bunlar aha, maşallah, maşallah. Maşallah İtalyandı budur. Aha. İtalyandı budur, çıxıbdı. Gördünüz mü? Üstüklər Yumurtada qoyubdu, artıq doldurubdu yumurtaları. Artıq bunlar... Demək bunlar bakvasla mayalanır. Bəli, bəli, bəli. Bax, görmək istədiyiniz dünyada dünyanın dalınca düşdüyü izale bölgə anası olsun dediyi bax bu anadır. Bax, siz də arıçısınız. Özünüz də arıçısınız. Bax, gördünüz mü? Bir neçə günlükdür avralar artıq. Yenişə yumurta qoymağa başlayıbdır. Uçurda bilərik, biraz külək də var budur. Bəli. Aha. Bax, gördünüz mü? Maşallah, nə yaxşı ki, bu elə mayalanmışını rast gəldik. Aha, budur. Bunu da çıxardaq. Bu da çıxırdı. Oo, bu da yumurta qoymağa başlayıb. Maşallah, maşallah. Ayağımız uğurlu oldu. Yaxından bir çək. Görə bildin mi? Foto da vur Gündüz. Gördün mü Gündüz? Gördün mü? Bak bir maşallah. Maşallah. Kimin payına düşecek? Halallık hoş olsun he. Hay maşallah. Ələmiz doktor dana kişi girir. Oo, hörümçək öldürürlər. Hörümçək. Hə. Hörümçək bir dəqiqə. Bunu sən saxlar, bunu sən saxlar. Nə böyük hörümçəymiş Onu görə. da çəkməli bir şey. Hə, gəl ay Gündüz gəl. Gəl bir bunu da çək ay Gündüz. Buna bax, biz qələmimiz buraya düşdü. Təsadüfən qələmi götürmək üçün baxdıq ki, buraya böyük bir hörümçək oğurluğa giribmiş. Öldürürlər. Cəzalandırırlar. Hə. Bax budur. Açmışam bunun hamısına baxaq, siz də Başda baxaq. Bizə o boyda yolu səhətlərdən Başda baxaq. Buradan dağın qara tikənindən bal gətiriblər. Yemləri də var. Burada da var. Burada da çıxıb. Burada da var, burada da var. Burada. Hə, budur. Hələ tam böyük, çox da böyümüşdü. Gördünüz mü? Bəlkə də mayalanmır bu hələ. Yox, mayalanıb yumurta qoyubdu. Bəli, bala. Sürfələrə bax. Baba bu içində. Hə, artıq qoyulub. Bəzilərində hasırlarda ki, arı çoxdur. Orada daha çox yumurta qoyurlar. Arılar, ana arılar, deyək ki, o yumurtalıqlarını tam doldurmaq üçün neçə dəfə mayalanmağa çıxırlar? Ana arılar 2 dəfə çıxa bilirlər. Bir dəfə çıxır, gedir əgər kifayət qədər toxum qəbul edə bilmədisə də təkrar əlverişli hava olan günü bir də çıxırlar. Ola bilər 3 dəfə də çıxsın. Əlavə 3 dəfə çıxa bildiyi vaxtda olur deyir. Aha. Oh, bu da mayalanıbdır. Maşallah, maşallah. Saxla tələsmə. Çörümsün. Yəqin ki
Burada da ana burada olacak. Hə, ana budur buradadır. Tut ver kenarında, tut seçim. Həkim, bu işçi arılar, belə deyək də, tarlaçılar. Bəli. Qara sortdular. Bunlar hansı sortdular? Onlar Bakfast'tan yaranan işçilerdir, balalardır. Ama indi bundan sonra burada bu İtalyan Saralacaq qızar. bəl irqindən gələnlər kəhraba kimi saf-sarı, ananın özü kimi olacaq. Amma hər halda Bakfast, ata xətti Bakfast qara olduğu üçün onun balalarında hökmən rəng özünü göstərəcək, bəli. Bu yeşik, bu ara ailəsi başqalarından fərqlidir. Bu mənim yetişdirdiyim aprel ayının əvvəlindən yetişdirib gətirdiyim erkək arılardır. Yəni Ralph Kolbe'nin Bakfast'ından xüsusi olaraq bunu yetişdirmişəm. Bax, həmin bu erkək arıları burada yetişdirmişəm. Dediyim 13-15 min erkək arı dediyim budur. Bax, buradadır. Bunu güclü polenlə bəsləmişəm bu erkəkləri burada. Ondan sonra bax, bu görürsünüz mü 20%'li kandidir burada. Ondan sonra burada dünən gələndə əlavə baxmayaraq ki dağda şey var, nektar var. Amma şərbət gətir. Amma şərbət də dünən gətirib qoymuşam. Aha. Yəni bunların yemi nə olur, nə qədər çöldə nə qədər yem olur olsun, mütləq kandi və şeylər üstündə olmalıdır. Görürsünüz, 14-cü ay erkək arılar yetişdirdiyim çərçivələr hələ də buradadır. İndi bax budur. Bol yemi var, bol şey var burada, polen var. Bu saat bir dəqiqə. Bu bir üstünü kaldırın, kırağa koyun. Görürsünüz mü erkek arıları çoxluğunu? Görürsünüz mü? Ne kadardır? Bu saat en çoxu buralardadır. Dünən də elə burada çox tapmışdıq. Görürsünüz mü? Görürsünüz mü? İşçi arılardan çox erkek arılar var. Erkek arı ben bir dəfə də belə demişdim. Erkəklər ümumiyyətlə dünyanın müqəddəratını həll edən varlıqlardır. Yəni kişilər. Müharibələrdə kişilər iştirak edir. Dövləti kişilər qurur, dövləti kişilər qoruyur, müdafiə edir. Ailələri kişilər qurur, ailələri kişilər dolandırır. Arılar, arı ailəsində də, bütün canlı ailələrdə də erkəklər çox böyük önəmli yer tutur. Ancaq çox təəssüflər olsun ki, Sovet arıçılığından bizə elə öyrətdilər ki, erkək arıları qırıq məhv edin. Yaxşı, bir ana arı 15-20 erkəklə çütləşirsə də, deməli, yüzlərlə erkək arı olmalıdır ki, onlar içindən ən yaxşı 20'sinlə çütləşə bilsin. Və bizdə də onu sən qır məhv elə deyirsənsə də, və bu nə ilə çütləşsin? Bax, arılarımızın gözdən düşməsi, bəxt sualınıza cavabını deyirəm, arılarımızın gözdən düşməsinin səbəbi elə odur. Gedir göydə uçur, sərbəst uçuş mayalanmasına gedir, orada kifayət qədər erkək tapa bilmir. Tapa bildiyi erkəklər də belə seçilmiş damazlıq erkəklər olmur. Bax, həmən bu ailə seçilmiş damazlıq erkəklərdən ibarətdir və bunlarla çütləşən anaların məhsuldarlığı nə olacaq, onu inşallah sizlər görəcəksiniz. İnşallah. Hə.
Belə, bu qədər. Xeyirli uğurlu olsun. Bu fəaliyyətiniz Azərbaycan arıçılığı üçün bir yenilikdir və hər kəs üçün, elə başda siz olmaqla, bölgəmiz üçün, regionumuz üçün, rayonumuz üçün və ölkəmiz üçün də faydalı olar inşallah. Bizdən nə gedir? Biz uğur arzulamaq və sizin bu fəaliyyətinizi işıqlandırmağı bir özümüzə borc bildik. Sağ olun. Bilirsinizmi? Mənim biraz belə şeyləri deməkdən utanıyorum, xoşum gəlməyən şeydir. Mənim hər biriniz tanıyırsınız Qazax sakinləri. Mənim müharibə fəaliyyətim olub, tarixim olub, müharibə keçmişəm, könüllü getmişəm. Birinci Qarabağ müharibəsi. Nə üçün getmişəm? Mən vətənimi qorumaq üçün getmişəm. Mən vətənimə fəda olmaq üçün getmişəm. Allah mənə əlillik vermədi, Allah mənə itkinlik vermədi, şəhidlik vermədi, qismət olmadı. İstəyərdim vətənim üçün şəhid ola biləm. Amma həyatdayam, bu gün də bu xidməti göstərirəm. Kimsə bunu eləməlidir da. Niyə hər ölkədə olsun, izolyə bölgələr bizdə niyə olmasın ki? Çox qazanmaram, az qazanaram, amma mən də nəsə eləməli deyiləm. Bu ölkənin vətəndaşıyım. Hər birimiz belə düşünməliyik. Hər birimiz ölkəmiz üçün nəysə bir iz qoymalıyıq. Bir işin qulpundan tutub getməliyik bu dünyadan. Mən də bunu seçmişəm, mən də bunu eləmişəm. O zaman vətənim üçün o xidmətimdə olmuşam. Burada da bunu fəda edirəm, zəhmətimi. Təşəkkürlər həkim. Çox sağ olun. Xeyirli uğurlu olsun. İnşallah elə vətənimiz və xalqımız üçün də, millətimiz üçün də faydalı olar. Allah qoysa, İnşallah. Sağ olun. Siz sağ olun.